Salam, hörmətli şagirdlər, dəyərli valideynlər, müəllimlər, əziz qonaqlar, hər birinizi həm Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının, həm Brenix, həm də Wonderland Adventure Sport Olimpiadasının mükafatlandırılma mərasimində xoş gördük. Bugün uğur qazanan bilikli, savadlı şagirdlərimizin tərtib etmə mərasiminə toplaşmışıq. Birazdan onlar səhnədə təntənəli şəkildə mükafatlanacaqlar. Onların hər birini təbrik edirik. Valideynlərinə təbriklərimizi ünvanlayırıq və gəlin bizim səbəbkarlarımız ilə sizin gür alqışlarınızla ürəkdən təbrik edək. Təşəkkür edirik hər birinizə və belə bir əhəmiyyətli mükafatlandırma mərasimini ilk olaraq Azərbaycan Respublikasının hörmətinliyinə başlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Daha sonra isə ölkəmizin inkişafını aparan əsas yollardan da biri təbii ki təhsildir. Təhsil yolunda addımlayan uğurlu şagirdlərimiz bir araya toplaşıblar. Birazdan onlar mükafatlanacaqlar və bu olimpiadalarda iştirak təbii ki onlar üçün yeni bir təcrübədir. Fikir mübadiləsidir, dünya görüşünün artmasıdır. Bu olimpiadalarda mükafatlanan şagirdlərimizin növbəti mərhələsi təbii ki beynəlxalq səviyyədə, digər ölkələrdə bir çox ölkələrin şagirdləri ilə mübarizə aparıb, bilik yarışında uğur qazanmaqdan ibarətdir və bu yolda hər birinizə biz müvəffəqiyyət arzuluyoruz. Bir daha vurgulayaq ki, International Economics Olimpiadası qalibləri birazdan mükafatlanacaqlar və Beynəlxalq İqtisadiyyat Olimpiadasına aparan yolun ilk addımlarındayıq. 2025-ci ildə Azərbaycanımız bu olimpiyadaya ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün kifayət qədər böyük bir hadisədir. Təhsil adına böyük bir hadisədir. Ona görə də bu yarışda, bu olimpiyadada bizi təmsil edəcək şagirdlərimizə də indidən uğurlar arzuluyoruz. Həmin komanda özlərini irəliyən dəqiqələrdə də biz səhnəyə dəvət edəcək, bizimlə bərabər olacaqlar. Təşəkkürümüzü bildiririk və tarixə nəzər salanda necə görkəmli şəxsiyyətlərin olduğunun fərqinə varıq. Onlarla qürur duyuruq və bu yolu davam etdirən şagirdlərimizin də hər birinə uğurlar arzuluyoruz. Bu yolda onlara dəstək olanlar var təbii ki. Global Olympic Center'da olimpiyadalara gedən yolda bizim istedadlı şagirdlərimiz üçün kifayət qədər şərait yaradır. Onların yanındadır. Beynəlxalq olimpiyadalarda ölkəmizin qazandığı nailiyyətlərdə məhz Global Olympic Center'da bir payı var. Ona görə də yəni biz Global Olympic Center'da bir təşəkkür almışımızı sərgəndirək. Global Olympic Center'ın direktoru Xəyal İbrahimzadə bizlə bərabərdir və çıxış üçün sözü ona ötürürük. Əzimkarlığımızın nəticəsini, nailiyyətini qeyd edəcəyik və bu münasibətlə bütün sizə dəstək olanlara, müəllimlərimizə, hər birinizə təşəkkür edirəm. Bugün elədiyiniz kimi Abbas bəy də bayağı bildirdi. Bir neçə yarışmanın, olimpiyadanın mükafatlandırma məfhumdur və ilk olaraq Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının bu illərin iş dəfə olaraq, ümumiyyətlə Azərbaycan təsisatının iş dəfə olaraq bir olimpiyadanın finalı Azərbaycanda keçiriləcək və həmin şagirdlərdən ev sahibi olaraq iki komandamız ölkəmizi bu yarışmada təmsil edəcək və o səbirsizlərin biraz onları səhnəyə dəvət edəcəyik. Və bu işdə ilk olaraq Azərbaycanla danışarkən bu işin bizim ərsəyə gəlməsində bizə çox yaxından dəstək olanlar oldu. Ana başda olmaqla Azərbaycan İnvestisiya Holdinginə təşəkkür edirəm ki, onların yazdığı gözəl suallar, düşündürücü, analitik yazılmış suallar, sizə təqdim olmuş bütün sualların müəllifləri onlar edir və onların vasitəsilə biz bu günləri
sizlərin qarşısında mükəmməl formada çıxdıq və Azərbaycanın ən istedadlı 10 gəncini seçdik və müxtəlif məktəblərdə bayaqlarda gördük, 2600-dən çox iştirakçı bu Olimpiyadaya qeydiyyat keçmişdi. Gəncədən, Naxçıvandan və Azərbaycan bütün bölgələrindən və ən sonda medalçıların da içərisindən 10 nəfər şəxs seçərək Azərbaycan milli komandasını təyin elədik. Onlar həm biznes case üzrə, həm də eyni zamanda 50 imtahan sualından verdilər. Öz İngilis dili səviyyələrdə mükəmməl səviyyədədir və inanıram ki, iyulun 20-si və 29-cu tarixində ölkəmizi ən layiqli formada artıq ölkələrin sayı 40-ı keçib, 40 ölkədən gələcək həmyaşıdlarımızla çox böyük mübarizə aparacaqsınız, zəfər qazanacaqsınız və ölkəmizin adını ən yüksəklərə qaldıracaqsınız. Keçək Şahin Universitetindən nəticə əldə edən şagirdlərimizə bilirsiniz ki, hər bir universitet müəyyən yarışmalar, müəyyən beynəlxalq olimpiadalar ev sahibi edir və sizlər də özlü bilgilərinizi müxtəlif elm sahələrində, fən sahələrində özünüzü gücləndirirsiniz. Bugün artıq dünya dəyişir, dünya yavaş-yavaş süni intellekt öyrənməkdir, texniki biliklər daha çox bəzən üstünlük qazanır və mən inanıram ki, bugünkü günümüzün gəncləri, ən istedadlı babalar, sizlər Azərbaycanımızı ən yüksək səviyyədə, ölkə xaricində və digər hər yerdə təmsil edəcəksiniz və ən sonunda yüksək nailiyyətinizlə ölkəmizə qayıdıb peşəkar şəxslər, alimlər, böyük şəxsiyyətlər olacaqsınız. Bugün biz bu səhnədə sizi tərtib edəcəyik, amma mən inanıram ki, bir gün bu sizə balacasından böyüyünə gələcək ki, biz sizlərin qəbuluna düşməyə və sizləri sizdən sonra gələcək balacalar mükafatlandırma mərhələsinə dəvət edəcəyik və mən inanıram ki, sizin içərinizdən Müzadələr, Hənifə xanım kimi xeyriyyətçi xanımlarımız, iqtisadiyyata meyilli olan gələcəyin alimləri və mən inanıram ki, bunlar artıq çox uzaqda deyil, çünki çox böyük potensiala malik gənclərimiz yetişir, şagirdlərimiz yetişir və onlar ölkəmizi ən layiqli formada təmsil edəcək. Bütün dövlət qurumlarımıza, bütün bizimlə birgə olan, birgə adım atan bütün dəyərli partnyorlarımıza hər birine təşəkkür edirəm və həmişə olduğu kimi dəyərli olanlar, sizdən bəzi insanlarımız, bəzi bizə dəstək olanlar çox alqışlar istəyəcək. Belə ki, bu yolda daim bizdən arxada, daim öz əlini bizim çiynimiz üzərində qoyan, bizim arxamızda daş kimi dayanan valideynlərimizə gəlin ürəkdən təşəkkür edirik və geri verir olaraq. Valideynlər bu yolda əlbəttə bizə arxa və dəstək edirlər, amma valideynlərin qızdığı bu yolda, bizə dəstək olduğu yolda müəllimlərsiz addımlamaq olmaz. Onlar bizim həm də eyni zamanda ikinci valideynimiz. Bizə bu yolda müəyyən nailiyyətlər əldə etməkdə, yeni biliklər qazanmaqda, bəlkə də yeni nələrsə kəşf etməkdə mentorlarımızdır, koçlarımızdır, yəni necə istəyirsinizsə, onlar bizim ən dəyərli yol göstərənlərimizdir. Gəlin, bizim ikinci valideyn adlandırdığımız dəyərli müəllimlərimizə bunun təşəkkürümüzü bildirək. Belə dəyərli şagirdlər, məni dinlədiyinizə görə sizə təşəkkür edirəm və sözü bizim dəyərli aparıcımız Abbas bəyə verirəm. Çox sağ olun, minnətlər. Təşəkkür edirik Xəyal bəy, çox sağ olun dəstəyinizə görə və təbii ki, bizlə bərabər olan tərəfdaşlarımız da var. Elə Global Olimpiya Center'ın tərəfdaşı, həmçinin ölkəmizdə öndə gedən xaricdə təhsil və hazırlıq mərkəzlərindən biri olan Star College'ın rəhbəri Hüseyin Məhrəmov da bizlə bərabərdir. Sizin alqışlarınızla Hüseyin bəyi bura dəvət etmək istəyirik. Onun da dəyərli fikirlərini edəcəyik. Təşəkkürlər Abbas bəy. Hamını salamlayırlar. Çox xoş bir haldır ki, bu qədər şagirdlər, valideynlər, qonaqlarla yığılıb bu tədbirin keçirilməsində iştirak edirlər. Bu böyük bir uğurdur mən düşünürəm Azərbaycan üçün. Çünki ölkənin möhkəm olmalı, düzgün olmalı üçün onun güclü iqtisadiyyatı olmalı və hal-hazırda düşünürəm ki, burada yerləşən uşaqlarda gələcək şirkət rəhbərləri, direktorları, iqtisadiyyat üzrə böyük uğurlar gələcəkdə əldə edəcək insanları, yəni mən sizə elə görürəm, burada uşaqları yox, böyük insanları görürəm mən inşallah gələcəkdə onu görəcək. Bu tədbirin baş tutmasında təbii ki, qoçsuz böyük rolu var, əməkdaşlar böyük rolu var, onlara daim gedəcək, onlara kömək eləməyəcəyimizi, tərəfdaş olacağımızı bildirəm buradan. Biz Star College olaraq daim çalışacağız ki, belə tədbirlərin təşkil olunmasında daim dəstək olacaq. Təşəkkürlər, diqqətinizə görə çox sağ olun.
Biz sizə təşəkkür edirik, çox sağ olun. Təbii ki, bugünkü mükafatlandırma mərasimində iştirak etmək istəyən bəlkə də bir çox şəxslər var idi, amma bizlə bərabər olmayanlara bir məlumat ötürə bilərsiniz ki, Global Olympic Center'ın Instagram səhifəsində bugünkü mükafatlandırma mərasimi tam olaraq canlı yayımlanır. Yəni, burada olmayan, iştirak edə bilməyən valideynlərə və yaxud da ki, müəllimlərinizə bu məlumatı ötürə bilərsiniz. Bizlə həm də bərabərdir Mr. Stephen Bond, Azərbaycan British College Təhsil Kompleksinin Humanitar Fənlər Departamentinin rəhbəri. Gəlin alqışlarla Stephen Bond'u səhnəyə dəvət edək, onun da dəyərli fikirlərini eşidəcəyik. Sağ olun. Necəsiniz Sara? I'm a little nervous. What is economics? First of all, economics is about choices, not about money. Ben biraz heyecanlıyım, Mr. Stephen ve değil, ekonomik bu değil, bir seçimdir. And it's these choices that these wonderful students and very smart students have all made and will make in their future. They're bright, all of them, not just the winners, but everybody that participated. Diqqətinizə görə bəli, bir neçə aydan sonra böyük bir hadisəyə, böyük bir Olimpiyadanın final mərhələsinə Azərbaycan ev sahibliyi edəcək və təbii ki, bu böyük bir fürsətdir ki, mədəniyyətimizi, tariximizi, tarixi gerçəklikləri dünyanın bir çox ölkəsindən ölkəmizə gələcək şəxslərə aşılamaq və bu Olimpiyadada Azərbaycanı təmsil edəcək şagirdlərimizə yalnız və yalnız uğurlar arzulayıram. İstedadlı şagirdlərimiz müxtəlif sahələrdə özlərini nümayiş etdirirlər. Bu elm də var, idman da, incəsənət də təbii ki, istisna deyil. Elə hazırda Azərbaycanın incəsənətinə, mədəniyyətinə meyil göstərən və bu yolda uğurlu addımlarını atan bir istedadlı dostumuzu səhnəyə dəvət edəcəyik. Gənc və istedadlı xanəndə Fatimə Quliyevanı biz bura sizin alqışlarınızla dəvət edirik və vurğulayaq ki, o bizim dəyərli hərəkətimiz Şəhnaz xanım Haşimovanın tələbəsidir. Gəlin onu alqışlarla bu səhnədə qarşılayaq və Azərbaycan ifasını dinləyək. O yenilmez bayrağımız, kaygıttır bugün.
öz işlərimizi uğurlu icra etməklə həm də ölkəmizin inkişafına bir töhfə vermiş oluruq. Hazırda elə Azərbaycan mədəniyyətini təbliğ edən istedadlı rəqqas dostlarımız bura təşrif buyuracaqlar. İnci rəqs qrupu, bədii rəhbər Amaliya Sarayeva gəldi onların ifasında gözəl bir rəqsi sizin alqışlarınızın sədaları altında izləyir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
yaşasın. Azərbaycan ordusu yaşasın. Azərbaycan xalqı, Qarabağ, Azərbaycan. İnci Həmsiniz, teşekkür edirik istedadlı dostlarımıza. Çok sağ olun. Azərbaycanın elə bir mədəniyyəti, elə bir ritmləri, elə bir rəqsləri var ki, insanı riqqətə gətirir. Elə bu yüksək bir ab-hava ilə, əhval-ruhi ilə biz yavaş-yavaş mükafatlandırılma mərasiminə keçirik. İstedadlı şagirdlərimiz birazdan müxtəlif kateqoriyalar üzrə öz medallarını bu səhnədə təntənəli şəkildə bizdən təhvil alacaqlar. Onların hər birinə uğurlar arzulayırıq və təbii ki, bu yolda bizlə bərabər olan bizim heyətimiz də var, komandamız var, könüllülərimiz var. Biz onlara xüsusi təşəkkürümüzü bildiririk. Gəlin, könüllülərimizə bir təşəkkür alqışını ünvanlayaq. Və hazırda biz elə könüllülərimizi də tərtib edəcəyik. Onlara da bir təşəkkürümüzü ünvanlayacaq. Bol-bol Olimpiya Centrinin mükafatlandırılma mərasimlərində iştirak edən şəxslər artıq bilirlər ki, biz ayın könüllüsü deyə bir elanı sizin diqqətinizə çatdırırıq. Hazırda biz ekranda ayın könüllülərini görəcəyik. Həmçinin ayın tim liderini biz elan edəcəyik və Xəyal İbrahimzadə onlara təbrik edəcək, tərtib edəcək. Beləliklə biz ayın könüllülərini elan edərək onları səhnəyə dəvət edirik. Hazırda siz ekranda da görürsünüz. Ayşə Əlbi Mikayılova, Umurə Məmmədova, Ağa Şirinova Mədinə, Validə İslamova, Mehin Cəbrayılzadə, Mənsurə Nuriyeva, Aysu Osmanova və Esmira Sadıqova. Dəyərli qonaqlar, deməli bizim könüllülərimiz çox istedadlı və bacarıqlıdırlar və gözəl bir uğuru nəzərinizə çatdırmaq istəyirəm. Deməli bizim könüllülərimizdən biri, qoçaq bir qız, 232 min təqaüd qazanır Amerika Universitetlərində. Gəl alqışlarını sevdiyi səhnəyə. Belə bir təqribən bir ay bundan öncə IELTS 8 almış. 700-də. Demək bir neçə ay bundan öncə IELTS yüksək nəticə göstərmiş IELTS-də və biz onu mükafatlandırdıq. Və bugün də səhnədə o da sizin kimi dəyərli şagirdlərimiz şagirddir. Artıq bakalavr təhsilini alacaq. Mən Selin eyni zamanda çox istedadlı, bacarıqlı gəncdir. Müxtəlif beynəlxalq olimpiyadalarda, yarışmalarda iştirak edir. Eləcə biz də, başqaları da və Selin yüksək bir təqaüd qazanıb, zəhmət çəkib, əziyyət çəkib və istəyirəm ki, bu istedadlı qızımızı, məncə qızlara nümunədir. Olanlar siz də diqqət edin. Selin mərkəzə gəl. Məncə 232 min dollar oxuyaraq qazanan bir xanıma ürəkdən almışdır. Selin, həm yaşlılarla nə demək istəyərsən? Yəni onlara nə tövsiyə edərsən təhsil sayəsində? Bizim üçün qürursan, biz səni çox sevirik və bizim komandamızda olan, bizə də rəng qatılan bizi çox sevindirdik ki, bizim aramızda sənin kimi bir istedadlı, gənc və dostumuz var. Buyursun. Teşekkür ederim her şey için. Bu komandada olmak çok değerliydi hayatımda. Her yaşlarımda demek istediğim budur ki her zaman mektebiniz olsun, başınıza bir mektep koyun ve mektebiniz için elinizden geleni edin, her zaman en yakışını edin ve her zaman pozitif düşünün, negatif düşüncelere yer vermeyin. Her zaman elinizden gelen en yakışını edin ve inanıyorum ki her şey yaxşı olur. Teşekkür edirik. Uğurlar arzularım və ən yaxında bir motivasiyadır digər əyləşən şagirdlərimiz üçün. Əlavəniz varsa buyurun Xəyal. Yox, mən istəyirəm ki, bizim könüllülərimizi bu bir zarafat edək, bu bahalı qız, Amerikada təhsil alacaq qız, bəlkə də alim olacaq. Məncə hədiyyələrin könüllülərimizə sən versən daha yaxşı olar. Olar mı? Mən öz pozisiyamı verirəm Selinə. Zəhmət olmasa hədiyyəni və ayın könüllüsü adlı qazanan dəyərli könüllülərimiz. Zəhmət olmasa mərkəzə bu sizə almıyoruz. Efendim, üçlü tekrarlayarak könüllerimizi tebrik edirik. Teşekkür ediyoruz ve ayın tim lideri de olur ve biz hazır ekranda ayın tim lideri de görüştük. Ayın tim lideri ise Sabine Eyyubadı alkışlarla onu da tebrik ediyoruz.
Ona da uğurlar arzuluyorum. Tebrik edin her birimizi bir katil şeklinde teşekkür edin. Bu anı yaşarsa herkes bilir. Ve beləliklə biz artıq mükafatlanma mərasimine gəlib çatırıq. Şagirlərimiz bəlkə də bir qədər həyecanlıdırlar. Ona görə də artıq biz onları təqdim edəcəyik. İnternational Ekonomik Olimpiyadası 2025-ci üçün təşkil olunmuş seçim mərhələsində nəticələrinə əsasən Azərbaycanı 10 istedadlı şagird təmsil edəcək. Onlar həmçinin business case tapşırıqları üzrə də komanda üzvü olmaqla bacardılar və bu komanda olaraq işlərini nümayiş etdirdilər. Onlara biz bir daha uğurlar arzulayırıq çünki böyük bir hadisədir. Bir neçə aydan sonra Azərbaycan bu hadisənin şahidi olacaq, ev sahibi edəcək. Yəni bir daha istedadlı şagirdlərimizə təbrik almışımızı ünvanlayaq. Beləliklə, nəticələrə əsasən biz şagirdlərimizi bura dəvət edirik. Onlar müxtəlif təhsil ocaqlarında təhsil alırlar. 89 balla Londra School'un şagirdi Məryəm Hacıyeva. Yəni almışlar onları bura bir dəvət edək. 89 bal toplayan və Londra School'un şagirdi olan Məryəm Hacıyeva. İstedadlı dostlarımız səhnəyə buyururlar. Almışlarımız əsirgəmirik, təbriklərimiz əsirgəmirik. 84 balla Elifar Gümrəcyanın şagirdi Bəliyar Əliyev. 78 bal toplayan Şevarat və Gümrəcyanın şagirdi Bərgə Quliyev. 73 bal Dəyanət Hüseynlərdə Səyyad Səfərli. 72,5 balla İbrahim Hüseynin şagirdi Ayşə Tapdırzadə. 72,5 balla Dəyanət Hüseynin şagirdi Əli Mikailov. 69,5 bal toplayan Eminsiz Kulun şagirdi İbrahim Mehdi. 69,5 bal toplayan Landaz Kulun şagirdi Rüfət Əsgərov. 69 bal toplayan Eminsiz Kulun şagirdi Gərva Dəlvani. 68,5 bal toplayan Dəyanət Hüseynin şagirdi Rafiq Bətəlov. Və bugün qarşımızda haqqında göstərdiyimiz Azərbaycanı təmsil edəcək 10 nəfərin komanda heyətinin üzvlərini görürsünüz. İcazənizlə dəyərli qonaqlar, hörmətli ana müəllim, sizi Azərbaycan Milli Komandasının üzvlərini mükafatlandırmağa dəvət edirik. Və bu gördüyünüz bir nəfər yoxdur onların içərisində bir istisnaya keçir əziz valideynlər və şagirdlər. Bu gördüyünüz balanında 5-ci sinifdə oxuyub Azərbaycan Milli Komandasına vəzifə qazanaraq ən yüksək balı da bu qazanır. Gəlin bu balaca qızımızda deməli gələcək iqtisadiyyatçılarına verir. Və belə, məncə ana müəllim artıq onların mükafatlarını verməlidir. Buyurun ana müəllim. Buyurun. Anar müəllim və istedadlı şagirdlərimizə biz mükafatlarını təqdim edirik. Uğurlar arzulayırıq və hər biri Azərbaycanı bir neçə aydan sonra təmsil edəcəklər və inanırıq ki, lazımlı nəticəni və məhz bu final mərhələsində də nümayiş etdirib Azərbaycan adına, Azərbaycan təhsilinin adına uğur qazanacaqlar. Bir daha onların hər birinə müvəffəqiyyət arzulayırıq. Müxtəlif təhsil ocaqlarında onlar öz təhsillərini davam etdirirlər və sevindirici bir haldır ki, məktəbdən kənar olimpiyadalara bu qədər maraq nümayiş etdirirlər. Çünki bu olimpiyadaların nəticələri gələcəkdə ali təhsil müəssisələrinə, xaricdəki universitetlərə qəbul zamanı onların həyatında mühüm bir rol oynayacaq. Təbrik edirik və uğurlar arzulayırıq hər birinizə. Onları da alqış sədaları altında bərabər qarşılayırıq. İndi isə istəyərdim qonaqlarınız icazəsilə 4 gündən Kamil müəllim iştirak edir. Kamil müəllim, yəni bu medalçılarımıza
sizlerin mükafatları. Kamil müəllim mükafatları təqdim edəcək. International Economics Olimpiyadasının junior kateqoriyası üzrə qızıl medal qazanan şagirdlərdir. Sevcan Sabırzadə, Uğur Quluzadə, Kənan Qəmbərli, Dalğa Yunus, Rauf Rüstəmzadə, Mirəli Hacızadə və Kənan Quliyev. Onların hər bir ürəkdən təbrik edirik. Uğurlar arzulayırıq və bol nailiyyət edirik hər biriniz əziz dostlar. International Economics Olimpiyadası junior kateqoriyası üzrə gümüş medal qazanan dostlarımız qarşımızdadır. İstəyərim ki, bizim bu alanın içərisində dəyərli bizim voleybol Alan müəllim də iştirak edir. Biz onu istəyərik ki, bu dəyərli balalarımızın yanına dəvət edin və o medalları təqdim edin. Sağ olun, işləriniz. Teşekkür edirik və gümüş medal qazanan istedadlı dostlarımız. Orhan Namazov, Ömer Əli Paşayev, Vahid Damadov, Yusif Əhmədzadə, Zəhra Qaparlı, Əli Hüseynli, Yusif Məhərrəmli, Alper Məmmədli və Riyad Lağızadə. Onları ürəkdən təbrik edirik. Onların da medalları qarşılarındalar. Təqdim olunur, uğurlar arzuluyoruz və ən xoş arzularımızı sizə də bilirik. Nizam müəllim əyləşir. Nizam müəllim, siz sualların yazılmasına böyük əziyyətə sahibsiz, komandanıza çox yaxşı, gözəl suallar yazmışdınız. Gəlin dostlar, Nizam müəllim daha azın ki, İqtisadiyyat Olimpiyadasını iştirak edənlər. Teşekkür edirik beləliklə bürünc medal qazanan istedadlı dostlarımız. Ayxan Paşazadə, Qaya Quliyev, Emin Məmməd, Aylin Şükürlü, Fatimə Sadıqlı, Həbib Heybətov, Ağarəhim Rəhimli, Seyid İsmailov, Ayan Bilfuzlu, Elmar Əlizadə və Ümid Əlizadə. Təbrik ediyorların hər birini. Bürünc medal qazanan dostlarımız qarşımızdadır. Uğurlar arzulayırıq hər birinizə. Şagirdə buyururlar səhnəyə. Əziz dostlar, buyurun səhnəyə. Hazırda sizi tərtib edəcək qızıl medal qazanan dostlarımız. Və onları tərtib etmək üçün Azərbaycan British College Təhsil Kompleksinin Humanitar Fənlər Departamenti rəhbərimiz Stefan Bondan rica edəcək ki, səhnəyə buyursun və növbəti medalları məhz Stefan Bondan təqdim edəcək. Qızıl medal qazanan şagirdlərdir. Tayyar Əliyev, Kübra Əliyeva, Həlimov Hüseyin Ağa, Pərviz Əliyev və Aşirli Alifəniz. Uğurlar arzulayıb onların da hər birindən senior kateqoriyası üzrə qızıl medal qazanıblar. Və inanırıq ki, bu olimpiyada kifayətdən bir növbəti olimpiyadalarda da eyni nəticəni mütləq şəkildə təkrarlayacaqlar. Və işləsin qolunları təklif edib, alqışlayırıq, uğurlar arzulayırıq. Mükafatlandırma üçün Ruh Olimpiya Sentrinin yeni partnyorumuz, şagirdlərimizin xaricdə təhsil almasına dəstək göstərəcək. Bundan sonra sıx partnyorluq edəcək ki, nə lazımdır şagirdlərimiz üçün eləyək, onlar gələcəkdə ən yaxşı universitet təhsil alsınlar. Star College'in rəhbəri Hüseyin müəllim, gəlin gümüş mükafatçıları siz öz sövbənizdir.
Səyyad Səfərli, İnci Mərdanlı, Əli Mikailov, Rafiq Bədənov, Ayan Ağayeva, Dərgah Quliyev və Ayşə Tapdımzadə. Təbrik edirik onların hər birini, uğurlar arzuluyorum. Bizim gümüş medal kazanan senior təcrübələri üzrə şagirdlərimiz qarşımızdadır. Təbrik edirik, uğurlar arzuluyorum sizə. Sizi də şagirdlərin olimpiadalara iştirakında bu qədər yaxından iştirak edirlər və gümüş medal kazanan şagirdlərimizə də bir təbrik alqışlarımızı ünvanlayırıq. Və hər birində medallar təqdim olunur. Nərgiz Orucova, Cəmil Hacızadə, İbrahim Mehdi, Riyam Rəsulova, Cüneyd Qəmbərov, Aydın Qazımatov, Əli Əliyev, Hüseyin Rızayev, Cəbrayıl Hüseynov, Hüsnü Kərimov, Bayram Eyyubov, Alsu Rüstəmova, Nuray Cavadzadə, Elşad Şıkbaba, Ramal Həsənli, Mustafa Ələkbərli və Nazim Babayev. Təbrik ediyorlar da hər bir